Sözün Özü teleprogramında xoş gördük sizi, möhtərəm tamaşaçılarımız. Bugünkü söhbətimizin ünvanını da bərbaşdan deyirəm. Yadlaşan doğmalarımız, doğmalaşan yadlarımız. Doğmalarımız yadlaşmasın, amma yadlar getdikcə doğmalaşsın, bu çox gözəldir. Sözümüzün sevdalı pərvanələri, bütün mədəni dillər bir-biri ilə kəlmə alış-verişində olur. Bu qarşılıqlı barınmadan təbii ki, dillərin sahibi olan xalqlar həm o, həm bu çox şey qazanırlar. Söz içindən çıxıb gəldiyi millətin xülq və xasiyyətindən, mənəvi davranışlarından, onun dürlü-dürlü ovqatından sanki əbədi əsintilər, ovqat təzahürləri gətirir gəldiyi yeni dil ailəsinə. Bu sözlər sahibinin əbədi mənəvi payıdır qarşıdakı dil sahibinə. Bu qəbildən olan sözlər çox vaxt düşdükləri lisanda böyük hörmət qazanır. Zaman keçdikcə oturuşur, dürlü söz ailələri əmələ gətirir. Dünyanın hansı gözəl günündəsə farscadan aldığımız, bizim deyimimizlə gözəldən gözəl, Anadolu soydaşlarımızın zövqüncə güzəlmi gözəl bir kəlmənin işığında söhbətimizi davam etdirmək keçdi ürəyimlə möhtərəm tamaşaçılarımız. Az qala bütün gözəlliklərin timsalı olan, ömür boyu dilimizdən düşməyən, həyatımıza qoşma, gəraylı, hələ şahanə qəzəllərimizə, ulu göylərin bir ətir yağışı kimi yağan gül sözü. Bəlkə də gül sözünü mən düz tələffüz eləmirəm, farsça bilmirəm. Amma bu bəxtəbər kəlmə türkcəmizə yenidən anamızın müqəddəs südüyünü əmib, vətən dağlarının rüzgarı ilə təzədən yuyunub, daranıb, şipşirin gül libasına bürünüb. Daha şux, daha cazibədər, gözlərimizə, sözlərimizə çevrilmişdi. O qədər gözəl ki, gül haqqında siftəsinə bir təkərləmə ilə başlamaq istəyirəm. Gül sözünü çox eşidəsiz deyə möhtərəm tamaşaçılarımız. Gül, gül dedi bülbül gülə, gül gülmədi getdi. Gül bülbülə, bülbül gülə yar olmadı getdi. Təkərləmədə deyildiyinə baxmayın. Gül bülbülə yar oldu, bülbül də gülə. Bu gilə güzarlar sevgi nazından, şuxluğundan gündə min yerdə ortaya çıxır, çıxmaqdadır və qoy çıxsın. Pişik balasını çox istədiyindən yeyər. Qanlı gül, qanlı seviş, qanlı gül, yemiş bülbül bağrını, çıxmış ağzı qanlı gül. İndi niyə yemir o xunxar gül bülbülün bağrını, hə? Onda sevgi vardı. Sevginin də ləzzəti ondaydı, davasında, dalaşındaydı. Bəli, eşq, məhəbbət, o sevgi də tarxa qovuşdu getdi. Büsbütün haralardasa bəlkə də dibsiz və sahilsiz bir boşluğa düşdü elə bil. Xülasə-i kəlam, gülümüzün üstünə qayıdıram, gül üstünə qaydasınız möhtərəm tamaşaçılarımız. Bir dəfə bomboş bir vaxtımda gül olduğundan sonra bizdəki halalca törəmələrini sayıb sona çatdırmaq fikrinə düşdüm. 1, 5, 10, 15, 150-dən sonra əlimi çəkdim. Qoy cavanlar saysınlar. Gül ətirli kəlmələrdən örnəklər verim ki, məsələn, özü də qızlarımıza, gözəllərimizə verilmiş adlardır. Nə yazıq ki, bugün Matildalar, bugün nə bilim nələr bu adları üstələməyə başlayırlar. Bir baxın, Gülşah, Güləndam, Gülsənəm, Gülqədəm, Güləsər, Güllü, Gülbadam, Gülgəz, Gülxar, Gülcöhrə, bir gül, min gül, yurda gül, Gül oğlan, Gülbikə, Güldənə, Güləmbər, Gülzar, Gülbahar, Gülyanaq, Gülzadə, Gülmurad, Gülüş, Gülüstan, Gülbacı, o Güləndam bir al şalə bürünsün, yürüsün. Ucu könlüm kimi ardınca sürünsün, yürüsün. Yəni o Gülyanaq,
o güləndam, əndamı gül olan o gözəl, əlvan şala bürünsün, amma şalın ucu bildiyi kimi, özü bildiyi kimi sürünməsin. Mənim ürəyim necə ki, onun arxasınca qədəmlərini öpə-öpə məhliyir, bax, eləcə sürünsün. Gül qoxulu bu misraların müəllifi 280 il bundan öncə İstanbulda yaşamış əndərunlu şair Vasıfdır. Görünə rəhmət, nə qədər gözəldir. Dilimizdə əbədi vətəndaşlıq qazanmış, bol-bol bugün işlənməkdə olan bəzi alma kəlmələri, bəzən də almamışıq, gəliblər, xoş gəliblər. Ötəri şəkildə nəzərinizə çatdırmaq istəyirəm. Ərəbcədən, heç gör, inanarsan ki, bu sözlər bizimki deyilmiş, qonşudan gəlib, amma qonşudan nə gözəl paylardır, gözəllərini deyirəm. Axirət, əqrəba, ceviz, cümlə, dəfinə, dəftər, əmanət, fındıq, hətta fındıq, heyvan, hədiyyə, həkim, kəlmə, əlaş, kibrit, mürəkkəb, müdür, səhifə, tabut, tənəffüs, təşəkkür, ünvan, vicdan, zəlzələ, rüşvət, ay aman. Möhtərəm tamaşaçılarımız, gərək bunun adını lap başda yazaydım. Çünki rüşvət bugün günün rənginə çevrilib, günün nəbzinə çevrilib. Farsçadan aldığımız kəlmələr, gələn kəlmələr. Çərşənbə, çərçivə, çinar, dərgah, həftə, əncir, bənövşə, Allah Allah, bənövşə də farsçadan gəlirmiş. Nərdivan, nalbənd, novruz, pəncərə, pendir, səbət, sərbəst, səhər, şəkər, zindan, zəngin. İtalyancadan banka, bərbər, sement, kamera, duel, qəzet, spirt, konserv, makaron, makina, poş, sığorta, parol, bunlar da İtalyancadan gəlib. Fransızcadan abunə, adres, akasiya, allergiya, amblaj, anarxiya, anket, antena, artist, benzin, biyoloji, asfalt, eleman, indeks, etimologiya, garderob, jandarma, klima, margarin, studiya, şampiyon, veterinar. Almancadan da kəlmələrimiz var ki, dilimizdə işlənməkdə. Dosent, general, marşal, element, aparat, morf. Monqolcadan sözlər çox qəribədir. Elə bilərik ki, o qədər qədimdən ilk türklər işlətdiyi kəlmələrdir. Çünki məişətimizə o qədər geniş işlənən sözlərdir. Ardıc, balta, buğda, çəpgən, cəbhəxana, çanta, karakol, qurultay, şölən, ulus, ölkə, yasa, anayasa dediyimiz. Çincədən, çay, inci, mantı kəlmələri də Çincədən gəlib. Qızıl dərilərdən ananas, domates, misir, yəni qarğıdalı, patates, qartof, totem. Hind dillərindən tank, mandalina. Möhtərəm tamaşaçılarımız, bugünkü söhbətimiz üçün dəyərli araşdırmaçı, bağışlayın, dəyərli araşdırmaçı yazar Yusif Akçayın Dil Atlası adlı kitabından qardaş malı kimi gembol istifadə etmişəm. Anadolu'da deyildiyi kimi dilinə sağlıq, qardaşın mənəvi varidatı qardaşa halaldır, mənə da halal olsun. Sağ olsun ki, o gözəllikdə tədqiqatlar edib, mən də təkrarladım. Əziz seyircilərimiz, ənənəvi sonluq seçdiyimiz vəcizə örnəyi nədənsə ayağını bu dəfə sürüdü. Bir şeirdə deyildiyi kimi çox ləng tərpəndi. Bəlkə də mənim yerində ləngidiyimə haqq qazandırmaq üçün belə. Amma bu var ki, zaman heç nə ilə hesablaşmır. Axır ki, gəldi. Füzuli dünyasından sıyrılıb gəldi, xoş gəldi. Həm də necə uyğun gəldi. Kərbəla şəhidlərinə həsr etmiş olduğu Həqiqət-ü Suadə əsərinin müqəddəməsində Füzulinin dediyini mən bugünkü türkçəmizlə
həm də nəsrlə sizə çatdıracağım möhtərəm tamaşaçılarımız. Ey ərəb, türk və əcəm dillərinə feyz verən Allah, sən ərəb qövmünü dünyanın ən fəsih danışan milləti etdin. Əcəm fəsihlərinin isə sözlərini İsa nəfəsi kimi cana can qatan bir gözəlliyə çatdırdın. Mən türkəm və türkçə söyləmək istəyirəm. Məndən iltifatını əsirgəmə ya Rəbbim. Ey kaş, biz də indi türkçəmizi Həzrəti Füzuli kimi məhəbbətlə sevə bilsəydik. Növbəti söz mənziləsində görüşmək ümidi ilə möhtərəm tamaşaçılarımız, Allah amanında.